Hər vaxtınız xeyir olsun. Gündəm xəbərinin efirində hava haqqında məlumatı diqqətinizə çatdırırıq. Belə ki, iyunun 8-nə olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən isə yağmursuz keçəcəyi gözlənilir. Lakin iyunun 7-sindən 8-nə keçən gecə və səhər bəzi ərazilərdə qısa müddətli yağış yağacaq, şimşək çaxacaq, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21 dərəcə isti, gündüz isə 26-31 dərəcə isti olacaq. Azərbaycanın rayonlarına gəlincə, Azərbaycanın rayonlarında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı və şimşək çaxacağı, eyni zamanda dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə isə zəif duman olacağı, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 16-20 dərəcə isti, gündüz isə 28-33 dərəcə isti olacaq. Dağlarda isə gecə 5-10 dərəcə isti, gündüz isə 15-20 dərəcə isti olacaq.